Muhterem Prezident, Cenab-ı Başkomandan, Azerbaycan Respublikası'nın devlet bayrağı Kəlbəcər şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan! Yaşasın Cenab-ı Başkomandan! Bravo! Azerbaycan! Əziz həmvətənlər, bugün Kəlbəcər rayonu işğaldan azad olundu. Mən tam desəm, qadın olduğum üçün zəif sayılan, amma tarixdə kişi ordularını diz çöktürən ad. Mənim tacım qızıldan deyil, mübarizədən yoğrulub. Onu başıma tac qoyan xalqımın gücüdür. Əlimdəki qılınc yox, ürəyimdəki ədalətdir. Mənim üçün döyüş sadəcə qılıncların toqquşması deyil. Döyüş sükutun içində ədaləti qorumaq, zülmün qarşısında düz dayanmaqdır. Qadın üçün ən böyük silahı onun qətiyyətidir. Mən bilirəm, torpağı yalnız qılınc qoruyur, amma xalqı yalnız vicdan yaşadır. Əgər vicdan ölürsə, taxt da, tac da mənasızdır. Oğul, nə edirsən belə? Torpağı daşlardan təmizləyirik dədə, istəyirik buranı şumlayaq. Nə məsləhət görürsən dədə? Məsləhətdir. Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlərimiz qırıldı. Amma tamam qurtarmadıq. Hələ varıq, olacağıq, qalacağıq, artacağıq. Oğul, atan Beyrək bu torpağı çox qoruyubdur. Sən də bil ki, torpağı yurd, vətən olması üçün iki şərt lazımdır. Biri odur ki, gərək torpağı əkib becərəsən. O birisi odur ki, torpağı yağlardan qoruyasan. Əgər oğul torpağı əkib becərmədiyin, qorumağına dəyməz. Torpağı qoruya bilmədiyin, əkib becərməyinə dəyməz. Qalx, oğul o uca dağın başına 3 tonqal qala. Birinci tonqalı qalayanda əhali toya, şənliyə yığışdığını bildirsin. İkinci tonqalı qalayanda əhali yağlardan, basqınlardan qorunduğunu bildirsin. Üçüncü tonqalı qalayanda əhali cütlə, xışla gəlsin. Bilsinlər ki, işləməyə gəliblər. Bərəkətimiz tükənməsin, qollarımız qırılmasın. Uca dağın başındakı tonqalımız sönməsin, yanar qalsın.